Salam əziz şagirdlər. Bugünkü bizim mövzumuz çox ciddi mövzulardan biridir. Bizim qan yaddaşımızdır. Qanlı yanvar mövzusudur. Ona görə də xahiş edirəm, diqqətlə dərsə qulaq asaq, birlikdə mövzunu öyrənməyə çalışaq ki, mövzunu mənimsəyə bilək. Beləliklə, mövzuya başlayırıq. Əziz şagirdlər, bildiyiniz kimi, Sovet hökuməti deməli, Azərbaycan xalqının öz ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmasını heç cürə qəbul edə bilmədi. Ona görə bu planları pozmağa çalışırdı və hətta bildiyiniz ki, meydan hərəkatı dövründə belə Sovet qoşunları zor gücü ilə bizim deməli, miting iştirakçılarını, etiraz edənləri zorla dağıdırdılar. Məhz elə bu dövrdə biz sizdən görürük ki, xalqımız məşhur ifadədə deyildiyi kimi ya azadlıq, ya ölüm uğrunda mübarizəyə qalxdı. Qarabağın asanlıqla Azərbaycandan qoparmaq mümkün olmayacağını anlayan Sovet rəhbərliyi, SSR-in dağılmasının qarşısını almaq və azadlığını tələb edən xalqımızı qorxuzmaq istəyirdi. Bunun üçün də onlar Azərbaycanda genişlənən günü-gündən xalq hərəkatı onun qarşısını almağa çalışırdılar. Və təbii ki, bütün bunlar hamısı Sovet rəhbərliyinin qorxusudur. Bu zaman Azərbaycanda isə xalq heç nədən qorxmadan onlar etirazlarına davam edirdilər. Onlar etiraz aksiyalarında çıxış edərək Sovet rəhbərliyindən Qarabağa olan iddialardan əl çəkmələrini ermənilərin və Sovet rəhbərliyi də bu işə cəlb olunmasını tələb edir. Öz yurtlarından qovulan Azərbaycanlıların da geri qaytarılmasını Sovet rəhbərliyindən tələb edirdilər. Ancaq Sovet rəhbərliyi bütün bunları etmədikdə, ermənipərəst siyasət yürütdükdə, o zaman xalqımız artıq bunu başa düşdü. Ona görə də bizim bir yolumuz qalırdı. Azərbaycan müstəqil olmalı. Azərbaycan müstəqil şəkildə özünü müdafiə etməlidir. Və bunun üçün də yalnız müstəqil Azərbaycan Respublikasını yaratmaqla bütün bunlara nail ola bilərdik. Və bütün bunların da qarşısını almaq üçün Sovet rəhbərliyi, onlar da bunu çox yaxşı anlayırdılar. Ona görə Sovet dövlətinin o vaxtki rəhbəri xalq hərəkatını zorla yatırmağa qərar verdilər. Başını qan gölünə çevirməyə qərarlaşdılar. 1990-cı il yanvarın 19-undan 20-sinə keçən gecə Bakıya Sovet qoşunu yeridildi. Hazırlanmış plana görə ilk növbədə televiziyanın enerji bloku partladıldı. Nə üçün? Çünki televiziya kanalı vasitəsilə bütün xəbərlər nəinki ölkəyə, hətta dünyaya yayıla bilərdi və ona görə bütün telekanalları bağlamaqla bu xəbərlərin qarşısını almağa çalışdılar. Enerji blokunun partladılması ilə teleradio verilişləri kəsildi. Məqsəd aydın idi. Törədiləcək cinayətin lentlərə alınmasına imkan verməmək, onu dünyaya istədikləri kimicə təqdim etmək. Qanlı şənbə. Həmən gün şənbə günü təsadüf etdiyindən 20 yanvar hadisəsi bəzən qanlı şənbə günü də adlanır. Dinc və silahsız əhali bu zaman bildiyiniz kimi xalq etirazdan çəkinməmişdi. Xalq, hamı Azadlıq meydanında, şəhərin hər bir yerində hər kəs müstəqillik tələb edirdi. Ancaq tanklar, digər zirehli texnikalarla Bakıya daxil olan Sovet qoşunları qəti şəkildə qərar vermişdilər ki, onları zor güclə onları dağıtsınlar, hətta silah belə açmaq əmrləri də onları var idi. Azərbaycan əhalisi isə bu xilaskar hesab etdiyimiz Sovet ordusunun onlara atəş açacağına inanmırdı. Sözsüz ki, yanılmışlar. İşıq saçan güllələrlə dinc əhali üzərinə yeridən Sovet əskərləri zirehli texnikalar vasitəsilə insanları qətlə yetirməyə başladılar. Yaralıların köməyinə gələn tibb maşınları hədəfə çevrilir. Hətta həkimləri belə öldürürdülər. Təsəvvür edin, həmən gecə şəhərdə qarşılarına çıxan hər kəsə güllə atırdılar. Hətta binalara atəş açırdılar. O evlərdəki işıq yanırdı, orada belə silahdan
avtomatdan atəşlər asırdılar. Və çox təəssüflər olsun ki, xalqımız azadlıq yolunda şəhidlər vermək məcburiyyətinə qaldı. Bu şəhidlər arasında müxtəlif xalqların nümayəndələri də var idi. Onu da xüsusi qeyd edək. 7-ci sinif şagirdi Məmmədova Larisa Fərman qızı, 7-ci sinif şagirdi İbrahimov İlqar Rəşidoğlu, 19 yaşlı Ülvi Bünyətzadə gənc şair. Ümumiyyətlə 130 nəfərdən çox şəhid verdik həmən gecə. Bu hadisələri əvvəlcədən planlaşdırdıqları üçün bildiyiniz kimi enerji blokunda partlatmışlar ki, xəbər heç ara verilməsin. Və bunu gizli saxlamaq istəyirdilər. Dünyaya çatdırılmasını istəmirdilər bu xəbərin. Amma bütün bunlara baxmayaraq, bu zaman xalqımızın böyük oğlu, ümumilli liderimiz Heydər Əliyev. Bu zaman o Moskvada artıq bildiyiniz kimi pensiyası idi, yəni Sovet rəhbərindəki işdən də işləmirdi. Ancaq xalqımızla bir olmaq üçün bu xəbəri alar-almaz öz ailə üzvləri ilə birlikdə kadrlarda da görürsünüz. O vaxt ki, Azərbaycanın Moskva nümayəndəliyinə gələrək mətbuat konfransı çağıraraq Sovet ordusunun Bakıda törətdiyi bu cinayəti jurnalistlər qarşısında səsləndirərək bütün dünyaya bunu xəbər verdi. Beləliklə, Sovet rəhbərliyinin qanlı cinayəti gizlətmək, örtbasdır etmək niyyəti boşa çıxdı. Əziz şagirdlər, Sovet rəhbərliyi 20 yanvar faciəsini törətməklə xalqımızı qorxutmaq, azadlıq hərəkatından çəkindirmək niyyətində idi. Hətta onlar komendant saatı təyin etmişdilər. İnsanları şəhərə çıxmağa imkan vermirdilər. Gecə saat 9-dan sonra çıxmağa belə imkan vermirdilər. Amma bütün bunlara rəğmən xalqımız ölkədə 3 günlük matəm elan edir və yanvarın 22-sində şəhidləri dəfn etmək üçün minlərlə, hətta milyonlarla insan qərənfillərlə örtülmüş tabutları çiyinlərinə alaraq şəhidlərimizi son mənzilə yola saldılar. Dəhşətli mənzərəni öz gözləri ilə görən Sovet ordusunun zabitlərindən biri öz azadlığı uğrunda canından və sərvətindən keçməyə hazır olan bu xalq məğlub edilməzdir söyləmişdi. Həqiqətən də bu insanlar öz ölümləri ilə bu qorxunu öldürmüşdülər. Şəhidlər ölməz, vətən bölünməz. Əziz şəhidlər, 20 yanvar şəhidləri 1918-ci il Mars soyqırımı qurbanlarının uyuduqları yerdə dəfn edildilər. Dağüstü parkda. Məhz Dağüstü parkda yerləşən bu yer hazırda Şəhidlər Xiyabanı adlanır. Allah şəhidlərimizə rəhmət eləsin. 20 yanvar faciəsinin əhəmiyyəti. Xalqımız əsl düşmənini tanıdı. SSR rəhbərliyinə olan ümidlər puç oldu. Azərbaycan bir il sonra müstəqilliyinə qovuşdu. Əsas qırğının baş verdiyi yer 20 yanvar meydanı adlandırıldı. 11-ci Qırmızı Ordunun adını daşıyan metro stansiyası hal-hazırda 20 yanvar stansiyası adlanır. Qırmızı Ordu əskərinə ucaldılmış abidə uçuruldu. Bəli, xalqımız artıq hər bir şeyi özü dərk etdi və biz müstəqil Azərbaycan Respublikasında yaşamağa qətiyyətli idik və təbii ki, özünüz də gördüyünüz kimi azadlıq əldə etmək asan deyil və bu yolda şəhidlər də veririk. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, Allah bir daha dövlətimizə belə bir şey, belə bir faciəni göstərməsin. Əziz şəhidlər, bu günlük bu qədər. Sağ olun, yeni görüşlərə dək.